Hər vaxtınız xeyir olsun dəyərli izləyicilər. Təəssüflər olsun ki, son vaxtlar gündəmimiz heç də xoş xəbərlərlə açılmır. Rusiyanın Yekaterinburq şəhərində Azərbaycanlıların mənzillərinə qarşı terror hücumu və onların vəhşicəsinə döyülməsi, amonçuların evlərə basqın edib evdəki xanımların, uşaqların gözü qarşısında kişiləri o cür təpik altına salıb, dəyərli izləyicilər, sağlamlıqlarına ciddi şəkildə zərbə vurması, 2 nəfərin qətlə yetirilməsi və digərlərinin də saxlanılaraq başına işgəncələr gətirilməsi, elektrik cərəyanına verilməsi və bu cür dəhşətli işgəncələrdən sonra bir neçəsinin bugün həbs etməsi ictimaiyyəti ciddi şəkildə qəzəbləndirib. Və təəssüflər olsun ki, biz çox, belə deyək, zəif yaddaşı olan bir toplumuq. Amma Kreml dinç durmur və yaddaşımızı zaman-zaman yeniləyir. Təyyarə olayından, ondan öncəki hadisələrdən sonra yenə proseslər unuduldu, yenə Rusiya pərəstlər Rusiyanı Azərbaycan mediasında, sosial şəbəkələrdə təbliğ etməyə davam etdilər. Yenə rus dili uğrunda hər il məktəbə qəbul prosesində qırğın düşür. Hətta anası, atası rus dilini bilməyən insanlar belə, uşaqlar belə rus dili bölmələrinə yazdırılır. Nədir bizim başqa millətlərə, dövlətlərə olan bu sevgimizin səbəbi? Niyə özümüzü sevə bilmirik, özümüzə qiymət qoya bilmirik? Hətta Rusiyada yaşayan Azərbaycanlılar bir müddət öncə miqrantlara qarşı bu cür hücumların artıq başladığı ərəfədə, hansı ki bu türkmənlərə, özbəklərə qarşı başlamışdı, bir xəbər yayımladıq. Rusiyada yaşayan soydaşlarımızdan bir çoxu sosial şəbəkələrdə bizi az qala təhqir edirdilər ki, bu informasiyaları yaymaqda məqsədiniz nədir? Biz burada çörək qazanırıq, bura bizim ikinci vətənimizdir və s. Siz çörək qazanırsınız, amma illərdir Rusiya o bir tikə çörəyin minnətini həm Azərbaycan hökumətinə, həm Azərbaycan ictimaiyyətinə, həm də sizin özünüzə qoyur. Halbuki siz olmasanız Rusiya iqtisadiyyatı batar. O alkoqol təsiri altında, o dəyərli izləyicilər içki düşkünü olan ruslar səhər tezdən durub bazara hansısa nəsə satmağa gedən deyil, nə də başqa sahədə bir ciddi şəkildə əmək bazarında iştirak edən deyil. Məhz qeyri-millətlərdən olan həm əməkçi miqrantların fəaliyyəti nəticəsində Rusiya iqtisadiyyatı bugün ayaqdadır. Bunu Rusiya özü də çox gözəl bilir. Heç vaxt Rusiya miqrantları birbaşa ölkədən qovulmasına imza atmaz. Dəfələrlə bunu müvafiq hakimiyyətlərə qarşı bir təhdid vasitəsi kimi ortalığa qoysa da, heç bir halda miqrantlardan imtina etməz. Çünki öz millətinin nə qədər tənbəl, nə qədər belə deyək, alkoqol aludəçisi olduğunu çox gözəl bilir. Hətta müharibəni belə Putin ruslara güvənərək aparmır. Qeyri-rusların sayəsində bu müharibəni aparır. Bugün ruslar niyə 3 ildir səssizdirlər və Putin dəstəkləməkdə davam edirlər? Çünki ölənlər ruslar deyil, digərləridir. Və dəyərli izləyicilər, bu bir tikə çörəyi hər yerdə qazana bilərsiniz və buna görə gələcəyinizi Rusiyada düşünməyin. Rusiya terror dövlətidir. Hər an başınıza nələrin gələ biləcəyini gözünüzə alın. Və mən buradan həm də bu ümidlərimi səsləndirirəm ki, mən ümid edirəm ki, artıq biz 20% torpaqlarımızda işğaldan azad etmişik. Bizim Qarabağda kifayət qədər gözəl işlər qurmağa imkanlarımız var. Azərbaycan hökuməti həm də Rusiyada yaşayan Azərbaycanlılar üçün burada müvafiq imtiyazlar və gözəl biznes mühiti yaradarsa, onların Azərbaycana, Qarabağa gəlişi bərpa olunarsa, heç bizim o 2 milyon ölkənin ən bacarıqlı insanları, ən əməkçi, ən əməksevər, zəhmətkeş insanlarının başqa bu cür şovinist millətə qulluq etməsinə də imkan verilməz və ehtiyac qalmaz. Nə də bundan Rusiya Azərbaycana qarşı bir təzyiq və təhdid vasitəsi kimi istifadə etməz. Qoyun da onlar düşünsünlər ki, onların işlərini kim yürüdəcək. Dəyərli izləyicilər, digər bir məsələ də bizim daxilimizdə Rusiyanın 5-ci kolonunun təmizlənməsidir. Və yenə də bu hadisələrdən sonra da təkrar Rusiyanı müdafiə edənlər tapılarsa, artıq bizim onlara deməyə sözümüz olmalıdır.